Bismillahirrahmanirrahim. Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de hemmə ba'd. Yəni, sələflərin, tabinlərin bəzi hikmətli sözlərindən deyir ki, fi kitabil məcalis və cəvahiril ilmi li Dinuri, yəni Dinuri el-Maliki rahimehullah, yəni alimdir. Onun deyir Məcalis və Cəvahiril İlm adlı əsərində keçir ki, deyir Qalə Davud ibn Əbi Hind, Davud ibn Əbi Hind deyir ki, Cələstul fuqaha fəvəcəttu dini indəhum. Deyir, fəqihlərlə deyir, oturdum, durdum. Yəni, bu, ümumiyyətlə, bu fəqranın, bu başlığın, babın, başlığın adı belədir. Əs-sahibu sahib. Yəni, yoldaş öz yoldaşını çəkir. Yəni, yoldaş nədirsə, çəkir adamı öz tərəfinə, elə ki, bu mənada. Və Davud ibn Əbi Hind deyir ki, fəqihlərlə oturdum, durdum və gördüm öz dinimi onlardadır. Öz dinimi onlarda tapdım. Sonra deyir ki, وَجَالَسْتُ أَصْحَابِ الْمَوَائِزِ فَوَجَدْتُ الرِّقَّةَ فِي قَلْبِ. Və deyir, moizədir əshabları ilə, moizə sahibi ilə oturdum, durdum, gördüm qəlbimdə o yumuşaqlığı. Yəni, qəlbi yumuşaldırlar. Kimlə oturursan, durursan, ondan təsirlənirsən mənasıdır. Və deyir, insanların şərilləri iləndir oturdum. Gördüm, onlardan biri deyir, yəni xırda bir məsələyə görə deyir, arvadını boşuyur. Yəni, xırda bir şeyə görə də, yəni. Odur ki, ey dostum deyir, min əcməli məqalətil ərab, yəni ərəblərin ən gözəl sözlərindən biri, yəni gözəl ifadələrindən biri odur ki, əs-sahibu sahib. Yoldaş deyir, yəni özünə tərəf çəkər. Sonra deyir ki, Kəlb xallədallahu zikrahu fil Qur'an li'ənəhu ixtara rəfəqətə salihə. Deyir, bax gör, deyir, Allah Taala deyir, yəni bir itin deyir, bir itin zikrini deyir, Quranda deyir, əbəd etdi. Niyə? Çünki salihlərlə idi. Onların yanında olduğu üçün. Onun salihlərə görə zikri ucaldı. Daima zikr olunur. Və təzəkkər ceyyidən ənə həzəl qalbə və yufidu aləl cəsədi bimə yumlu bihi. Və daima düşün, yəni deyir, xatırla, yaxşı-yaxşı xatırla ki, qəlb deyir, yəni bir qabdır, öz cəsədinə, nə dolursa qəlbə, öz cəsədinə onu yayır. Və mutabətə təfəhim sətəhəvvilükə nihayətəl mətafi ilə təfih. Sonra deyir, demək, sərsəm insanlarla deyir, oturub durmaq, nəhayətdə, yəni səni də deyir, sərsəm edəcək. Və tətəbbül əxbər-əl-əxərin və başqalarının deyir, xəbərlərini deyir, izləmək. Səyəcəlükə təişu fi həyətihim lə fi həyətik. Yəni, başqalarının xəbərlərini izləyirsən, artıq nə oldun? Artıq onların həyatında yaşayırsan, öz həyatında yox. İqra təcid vəsəl təsil. Oxu deyir, tapacaqsan. Vəsə, səy göstər, deyir, çatacaqsan. Vəğris, ək və deyir, bəhrəsini görəcəksən. Varattib lisanikə bizzikr və dilini deyir, Allah'a zikr etməklə deyir, yaş et daim. Varakqiq qalbəkə bil Qur'an və qəlbini Qur'anla yumuşalt, yəni yumuşaq et. Və allik ruhəkə bittaat və ruhu da deyir, itaətlərlə bağla. Nəhnu fi həzgi dünya duyufun və buyutuna fil əxirə tubna bi əməlinə. Biz deyir, bu dünyada deyir, qonaqlarıq. Bizim deyir, evlərimiz axirətdə əməllərimizə görə tikilir. Sonra deyir ki, İcəlləkə indallahi xabiətən. Özün üçün Allah qatında bir sir elə. Yəni, özün üçün bir sir aç, səninlə Allah arasında qalsın. Necə ki, Zəhəbi, İmam Zəhəbi Siyar-ı Əlləmən Nubələ adlı kitabında buyurur ki, Sama Davud ibn Əbi Hind 40 sənə lə ya'ləmu bihi əhluhu. Deyir, Davud ibn Əbil Hind 40 il oruç tutdu. Ailəsinin xəbəri olmadı. Yəni, sünnət orucundan söhbət gedir. Kənə yəhmilu qada'əhu və huvə zəhibun ilə dükkənihi fissuq. Öz deyir, yeməyini, evdən ailəsi qoyduğu yeməyini aparırdı bazardakı öz dükanına və orada deyir, sədəqə verirdi cəmaata. Və gecə də qayıdırdı, öz əhli ilə otururdu, şam yeməyini yirdi. Elə hesab edirlər ki, şam yeməyi yir, iftar etmir. Ey deyir dostum, İcəlləkə indallah xəbiyə. Ey dostum, sən də deyir, özün üçün Allahla bir sir qoy. Ki, yalnız Allah bilir bunu. Sadaqatun
tadavha fi yedi fakirin duna tavsik. Yəni ad çəkmədən deyir, bir fəqirin əlinə bir sədəqə qoy, misal üçün. Gecə vaxtı Quran oxu bir hissədə, vird, gecə vaxtı. Heç kəs bilməsin. Və yaxud 2 rükəti elə qıl ki, gecə namazındakı. Heç əhlinin ruhu belə hiss eləməsin. Yəni elə sıyrıl ki, oradan heç hiss eləməsinlər. Həmçinin dir zikirlər, təsbihlər, istiğfarlar səninlə Rəbbin arasında. Qadav həcəti insanin tubqihə sirran. Bir insanın ehtiyacını deyir, ödəyirsən sirdə. Kəmələ kənət əybən. Sanki bir eybdir, açmaq istəmirsən. Əksir minəl xabəyə əs-salihə və dir salihdir sirlərini bu cür çoxalt. Çünki Allah Taala deyir, bunları sevir. Sonra növbəti. Xof min tavallil mənsab. Yəni başlığın adı nədir? Vəzifəyə təyin olunmaqdan qorxmaq. Başlığın adı budur. Yenə də İmam Zəhəbi rahimehullah Siyarul Ələm Nubələ kitabında deyir ki, Kənə Eyyub el-Səxtiyani sadiqən li Yezid ibn Valid. Eyyub el-Səxtiyani tabiin. Yezid ibn Validin dostuydu. Fələmmə valiyə Yezid el-Xilafə, yəni Yezid xilafətə təyin olunandan sonra Eyyub el-Səxtiyani rahimehullah dua edir. Allahumma ensihi zikri. Ey Allahım, məni deyir, onun üçün unut. Yadına düşməyim. Ey dostum, i'məl cəhidən əllə təxsər qəlbək. Çalış ki, yəni qəlbini xüsrana düçar etməyəsən. Hökmdür məclisləri, hökmdür, maldır, əməllərdir, yəni qazilikdir. Bunun şöhrəti qəlbindir, fəsadıdır, deyir. Zuril məqabir, ondan sonra deyir, qəbirləri ziyarət et. Fə innəhə sətuzəkkiruka bi haqiqəti dünya. Çünki onlar sənə deyir, xatırladacaq bu dünyanın həqiqətini. Uudil mərda və xəstələri ziyarət et. Fə innəkə sətəstəş'iru ni'mətəllah aleyk. O zaman deyir, hiss edəcəksən Allahın sənin üzərində olan neymətini. Cəlisil busata fə innə bihim yurzakul xalq. Sadələrlə deyir, oturdur ki, onların səbəbi ilə ruzu enir. Yəni, məxluqata ruzu onlara görə enir. İndəmə ərada Sa'd ibn Əbi Vakkas nasibən minəl qanayim əkbər min nasibi duafə əlləzini yuqatilunə fi sufuful xalifə qalə ləhun nəbi sallallahu aleyhi ve sellem. Nə vaxt ki, deyir, Sa'd ibn Əbi Vakkas radiyallahu anhu qənimətdən deyir, zəiflərdən daha çox pay istədi. Yəni, zəiflərdən daha çox biz qazanmışıq. Yəni, biz döyüşürük. Zəiflərsə otururlar. Hə? Biz döyüşənlərik, bizə qənimət daha çox düşür. Biz səhvlərlə döyüşürük, onlarsa arxada qalır, zəifdirlər. O zaman Allah Resulü sallallahu aleyhi ve sellem ona qayıtdı ki, səqalətkə ummuk, anan səni itirsin. Fəhəl tunsaruna və turzaquna illi büdafəikum. Məgər deyir, sizin deyir, o qələbə çaldığınız, ruzulandırdığınız, yəni hansı ki Allah Taala sizi ruzulandırır, bu zəiflərin səbəbi ilə deyilmi? Sonra növbəti başlıq gəlir. Əl-əqilu huvə əl-fətin əl-mutaqabi. Ağıllı insan, düşüncəli insandır, hansı ki görməzlikdən gələr. Görməməzlikdən. Fi Kitabil Makarimul Əxlaq li Əbi Dunya, İbn Əbu Dünyanın Makarimul Əxlaq adlı kitabında keçir ki, Eyyub əs-Səxtiyani buyurdu. Lə yənbulur racul həttə yakunu fihi xaslətən. Bir kişi deyir, görkəmli, yəni bir kişi hörmətli sayılmaz, ta ki onda bu iki xislət olmayınca. Birincisi deyir, iffətdir, insanların əlindən gözünü çəkmək iffəti. İkinci isə təcavüz əmmə yekunu minhum. Onlardan sənə gələn əziyyətdən əl çəkməkdir. Yəni, əllərində olandan əl çəkməkdir, gözünü çəkməkdir. Bir də onlardan sənə gələn əziyyətdən keçməkdir, üstündən keçmək. Deyir, ey dostum, mən əksərə tələb səqətə minəl uyun və u'utiyə. Ey dostum, bil ki, kim deyir, istəklərini çoxaldarsa deyir, gözdən düşər, hətta verilsə belə ona. Kim öz nəfsini izzətləndirər, yəni qoruyar da, yəni gözü tox olar bir sözlə.
irtəfə və inhurim. Bu dir ucalar məhrum olsa belə. Yəni obursuna verilsə belə gözdən düşəcək. Bu isə nəfsini yüksək bilir də istəməkdən, misal üçün. Bu dir ucalacaq məhrum olsa belə. Və mən vaqafə linnəsi aləl hərf səyəqdu nihayətəl mətafi vahidə. Və insanlara bir tərəfli yanaşan deyir, sonuncuda deyir, tək qalacaq. İntələbdə zövcətən bilə eyb, sətəmdi həyətəkə əzab. Əgər deyir, eyibsizdir zövcə axtarsan deyir, ömür boyu deyir, ələ subay qalacaqsan. Əgər deyir, qoxumlarından mələklər axtarsan, ömür boyu qoxumluq əlaqəsini pozan olacaqsan. Ət-təqadi min şiyəmil kəram. Çünki deyir, yəni görməməzlikdən gəlmək deyir, yəni kəramətli insanların deyir, xislətidir. Əmə rəayətə keyfə əsərrəhə Yusuf binəfsihi və ləm yubdihə ləhum. Məyər görmədin ki, Yusuf əleyhissalam deyir, necə? Yəni açmadan özündə saxladı o sirr olaraq, yəni başına gələnləri deyir də. Və kənəl İmam Əhməd yəqul. Və həmçinin İmam Əhməd deyərdi ki, 10 şey varsa, yəni salamat qalmağın 10 şey varsa, 9-u deyir, görməməzlikdən gəlməkdir. Və həmçinin İmam Şafii deyir ki, əl-əqilu, ağıllı insan, müdrük və görməzlikdən gələn kəsdir. Sonra gəlir belə bir başlıq. Lə uinika alə xəyanətis sultan. Yəni sənə sultana qarşı xəyanət etməkdə yardım göstərməyəcəm. Yəni başçıya qarşı. Müsəlman başçısından söhbət gedir. Tarixül Bəğdad adlı Xatibül Bəğdadinin kitabı var. Orada keçir ki, İbn Sirin həbs olunur və o gözətçi ona deyir ki, gecə vaxtı olsa səni buraxacam öz ailəvə. Səhər olanda deyir, qayıdarsan deyir tezdən. İbn Sirin qayıdır ona deyir ki, xeyr, vallahi, lə uinuka alə xəyanəti sultan. Sənə deyir, sultana qarşı xəyanət etməkdə yardım göstərməyəcəm. Ey dostum, lə tu'in əhəd aləl-məsiyə və in kuntə mustafid. Ey dostum deyir, heç kəsə asiliyə deyir, yardım göstərmə. Hətta ondan istifadə etsən belə. İnnən nəbilə yəhfəlu bidin ən-nəs kəməlu kənə dinuhu. Çünki kəramətli insan o kəsdir ki, insanların dinini də daşıyar, necə ki öz dinini daşıdığı kimi qoruyar da, yəni qoymaz o dinini batırsın. Və yuhəvvəl məstəta ən yəmnə anhum əl-vuqufil isim. Və bacardığı qədər çalışar ki, özü düşmədiyi kimi onu da günaha salmasın. İbrahim ən-Nəxai, fikir ver, İbrahim ən-Nəxai, tabinlər də bunlar. Bir də onun tələbəsi Süleyman ibn Mihran. Bunlar iki məşhur ravilərdir. Biri tək gözdür, obursu isə zəif görəndir. Görmür də, yəni. Birinə əvar deyilir, birinə əməş. Məşhurdur adları, ləqəbləri. Deyir ki, İbrahim öz tələbəsi Süleyman ibn Mihrana, xuz tariqan və əxuzu ənə əxar. Sən bir yolla get, mən başqa yolla gedim. Əxşə in mərarna bin nəs, qorxuram ki, insanların yanından keçək, insanlar da desin ki, biri tək gözdür, obursu kördur və günaha düşsünlər. Bu sözü deyərlər, günaha düşərlər. Və Süleyman deyir ki, Yə Əbə İmran, ey Əbu İmran, və mə aleykə ən nu'cər və yəsəmun. Ey Əbu İmran, nə olsun ki, deyir, biz deyir, savab qazanacaq, onlar günah. Deyir ki, fəqalə ləhu, subhanallah, bəl, nəslimun və yuslimun. Əksinə deyir, salamat qalaq, salamat qalsınlar. Xeyrun min ən nu'cər və yəsəmun. Bu daha xeyirlidir, nəinki deyir, biz savab qazanaq, onlar günah qazansın. Dayanaq inşallah. Kifayət eləyir inşallah. Subhanallah və həmdə. Əşhədu ən la ilahə illallah və əstəğfiruke və etûbü ileyh.